Prezident Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin növbəti səhər qəbulu rayonun Tatarlı kənd sakinləri ilə baş tutub. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Çıxış edən icra başçısı Məhərrəm Quliyev, ölkə prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi. Bildirdi ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Daha sonra kənd sakinlərinin müraciətləri dinlənildi. Hörmətli Tatarlı kənd sakinləri, qrafik üzrə sizinlə görüşə gəlmişik. Bizim bağçamız işi qırıldı, 30 yerlikdir, ancaq təmirə ehtiyacı var. Biz, bizim dərdimiz düşük dərdidir. Bir də ki, Tatarlı, biz sabit yoxdur. İkiyə bölməkdən Tatarlı olmuşuq, bir də sabit. Biz çox əziyyət çəkir yaşıqdan. Mən, inandırırsınız, 11-ci ayda ora müraciət eləmişəm. 11-ci ayda, 11-ci ayda müraciət eləmişəm. Pensiya idarəsinə mən bir arayış lazım. Mən bu arayışı heç cürə ala bilmirəm. Kəndin ayaq tərəfinin yolunu düzəltdik. Baş tərəfi Rustanlı, eminlər deyilən icmaların yolu bərbat edildi. Sizdən çox xahiş edirik ki, onu kömək eləsin. Bildiyimiz kimi Tatarlı kəndində bulaq sistemi var, bulaqlar var. Ancaq qapılara ağır suyun çəkilməsi fərqli qaydada köməkli edəcək. Ocaqverdiyeva Xurşud Banu Surxay qızı Tatarlı kənd tam orta məktəbinin istilik sisteminin qaz xəttinə qoşulmasına, Muradova Çiçək Ağışçı qızı Tatarlı kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdilər. Şəhid milli qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva kənddə görülən işlərə görə təşəkkürünü bildirdi. Komandamız olmaqla, Prezident İlham Əliyev, Mehriban xanım olmaqla onun diqqət qayğısını bu şəhid ailələrine, qazi ailələrine göstərdiyiniz diqqət vəziyyət o qədər bizi sevindirir ki, vallahi bizim sevincimizin həddidir. Allah Ali Baş Komandanımıza canına sağlıq versin ki, torpaqlarımızı işğaldan azad elədi, bizim gələcək nəslimiz azad və xoşbəxt yaşayır. Çox Sağ olun.